Permutasiya, kombinezon, faktorial. Biz bunları nə vaxt eşidirdik? 10-cu, 11-ci sinifə hazırlıq zamanı. Amma hal-hazırda 3-cü, 4-cü siniflərin belə olimpiada sualları bu mövzulardan olur. Gəlin həmin mövzularda bir olimpiada sualının izahına baxaq. Aydın xokkey oynamağı sevir. Məşq etmək üçün arenaya getməlidir. Əgər bacarırsa 3-4 şəbəkəsində yalnız cənuba və şərqə gedə bilər. Arenaya neçə fərqli yolla gedə bilər? Biz baxırıq ki, 3 yuxarı, 4 də sağa gedirsə, deməli 7, 3-ün üstünə 4 gələndə 7 üsul buradan. Belə məsələləri ən rahat kombinezon düsturundan həll edirik. Yəni 7 faktorial bölünsün, 7 çıxılsın 4 faktorial, vurulsun 4 faktorial. Bərabərdir 7 faktorial bölünsün 3 faktorial, vurulsun 4 faktorial. 7 faktorialı yazaram. 7 vur 6, vur 5, vur 4 faktorial. 6 vurulsun 4 faktorial. 4 faktoriallar ixtisar gedir. 3 faktorial 3 vur 2 vur 1 olduğuna görə 6 edir. 6'lar da ixtisar gedir. 7'ni də 5'ə vuranda olur 35. Deməli 35 fərqli yolla gedə bilər.